Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Agentliyin akt zalında baş tutan iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Salih Məmmədov açıb. Salih Məmmədov Ulu Öndər Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin müasir infrastruktur təminatına malik dövlətə çevrilməsi istiqamətində yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yol infrastrukturu sahəsində mühüm irəliləyişlər əldə edilib. Dövlət başçısının hakimiyyəti dövründə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri sırasında birinci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb. Bildirilib ki, 2025-ci il ərzində 110,8 km respublika əhəmiyyətli, 153,1 km yerli əhəmiyyətli, 93,8 km Bakı şəhəri yolları, 66 km Gəncə şəhər yolları və 17 km Şəki şəhər yolları olmaqla ümumilikdə 440,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Agentlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3720,5 km təşkil edən 64 adda avtomobil yolunun tikintisi və bir hava limanının inşası üzrə layihələr icra edilir. Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1338,4 km olan 17 avtomobil yolunun tikintisi tam, bir layihənin icrası isə qismən başa çatdırılıb. Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 km olan 47 tunelin, ümumi uzunluğu 9581,6 metr olan 447 körpünün və 3871 metr olan 16 viaduqun tikintisi aparılır. Ümumi uzunluğu 66,9 km olan 37 tuneldə qazma işləri tamamlanıb, 13,6 km uzunluğunda 7 tunel isə artıq istifadəyə verilib. Bununla yanaşı ümumi uzunluğu 8839,1 metr olan 392 körpünün və 1965 metr olan 9 viaduqun tikintisi başa çatdırılıb. Salih Məmmədov agentliyin fəaliyyəti barədə məlumat verərək bildirib ki, 2015-2025-ci illər ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 10.826,9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 9 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilib, həmçinin 53 körpüdə təmir işləri aparılıb. Kollegiya iclasında ölkə başçısının verdiyi tapşırıqların icrası istiqamətinə görülən tədbirlər, növbəti ildə işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələr, əldə olan nailiyyətlər, mövcud nöqsan və çatışmazlıqlar, eləcə də onların aradan qaldırılması üçün görülən işlər müzakirə olunub. Eyni zamanda ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun olaraq hazırlanmış konsepsiya əsasında növbəti ildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb. Sonda, agentlik tərəfindən 2015-2025-ci illər ərzində həyata keçirilmiş layihələrə dair hesabat filmi nümayiş etdirilib.